Bir üzücü xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, İran-İsrail müharibəsi nəticəsində iki həmyerlimiz dünyasını dəyişib və bununla bağlı bir məlumatı diqqətinizə çatdıracağıq. Qeyd eləyək ki, bugün 10 mart tarixidir. Belə ki, İranın İsrailə hücumu zamanı iki azərbaycanlı həlak olub. İranın İsrailə raket atması nəticəsində azərbaycanlılarımız və həmyerlilərimiz Amid Murtuzov və Rüstəm Qulamov həlak olublar. Bu barədə Times of Israel məlumat yayıb. Məlumatda bildirilir ki, onlar Tel Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər. Bildirilir ki, məlumatda həmçinin hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə də həlak olublar. Qeyd eləyək ki, Gündəm Xəbər bu məlumatı Qafqaz İnfoya istinadən diqqətinizə çatdırdı. Allah rəhmət eləsin.